Salam əziz müəllimlər, hal-hazırki mövzumuz naxışvurma texnologiyasıdır. Gəlin görək bu mövzudan nə öyrənəcəyik. Naxışvurma texnologiyası bizə lazım olacaq ən kobud və sıx, bir də ən nazik parçalar. Kobud və sıx parçalar hansılardır? Mahuddur, qalın kətandır, dəridir. Bəs nazik parçalar hansıdır? Batisdir, tüldür. Bu parçalarla nəfis naxışlarla bəzəmək üçün istifadə edilir. Deməli, ən kobud və sıx parçalardan biri nazik parçalardan. Ən kobud hansıydı? Mahud, qalın kətan, dəri. Bəs nazik parçalar hansıydı? Batist, tül və s. Naxışvurma üçün bizə alətlər və materiallar lazımdır. Alətlər hansılardır? İynələr, müxtəlif qalınlıqda olan iynələr, saplar, karandaş, oymaq, santimetrli lent, kərgah, qayçı. İynələr, santimetrli lent, qayçılar, oymaq, kərgah. Kərgah nədir? Kərgah böyük sahədə naxış tikməni yerinə yetirmək üçün tərtibatdır, tərtibat. Tərtibat nə idi? İşimizi yüngülləşdirmək üçün. Bir də saplar lazım idi. Biz bunu 6-cı sinifdən keçmişdik ki, hansı saplardan istifadə edəcəyik? Muline saplardan. Bir də karandaş lazımdır bizə. Karandaş. Naxışvurma dekorativ tətbiqi sənətin geniş yayılmış növüdür. Dekorativ tətbiqi sənətin geniş yayılmış növüdür. Naxışvurmada naxış necə salınır? Təsvir və naxış necə salınır? Əllə də ola bilər, maşının köməyi ilə də ola bilər. Əllə bizə lazımdır iynə, bir də milçə. Naxışvurmada isə, maşınla isə elə boş maşının köməyi ilə edirik. Naxış müxtəlif parçalara, dəriyə, keçəyə, baxın, müxtəlif parçalara, dəriyə və keçəyə, kətan, pambıq, yun, ipək saplarla, baxın, dəridir, keçədir, müxtəlif parçalarda, saplar isə kətandır, pambıqdır, yundur, ipəkdir. Həmçinin muncuqlar, mirvarilər və s. salınır. Deməli, parça olaraq dəri də götürə bilərik, keçə də götürə bilərik və yaxud da müxtəlif parçalar götürə bilərik. Sap olaraq kətandır, pambıqdır, yundur, ipək saplardır, yəni bunlardan istifadə edə bilərik. Naxışvurma harada tətbiq olunur? Geyimin, məişət əşyalarının, pannoların bəzədilməsində. Bəs panno nədir? Panno, latın dilində pannus, parça qırığı deməkdir. Monumental sənət növüdür. Monumental sənət növüdür. Dekorativ rəsm, adətən divarın və ya tavanın hər hansı bir hissəsinin daimi doldurulması üçün nəzərdə tutulmuşdur. Pannus. Parça qırığı. Belə yadımızda saxlayaq. Naxışvurma texnikası hardan başlayır? Naxışvurma texnikası sapın parça üzərində bərkidilməsində. Sapı parçanın üzərində bərkidirik. Bu sənət növündə ilmə üsulu geniş yayılır. Sapın parça üzərində bərkidilməsində ən geniş yayılanı ilmə üsuludur. İlmə üsulu necədir? Əlverişli üsuldur. 2 qat sapla, bax, yalnız 2 qat sapla yerinə yetirməlidir. Bu zaman sapı 2 dəfə uzun götürürük. Sapı 2 dəfə uzun götürürük. İynəyə keçiririk. Uzlarını bərabərləşdirib düyünləyirik. İynə parçaya naxışvurma başlanan tərs tərəfdən üst tərəfə batırılır. İlmə istisna olmaqla sap axıra qədər çıxarılır. Sonra iynə səliqə ilə geriyə, tərs tərəfə aparılır və hazırlanmış ilməyə salınır. Deməli, ilmə üsulu bu qədər.
Aha. İlmi üsulu bu qədər. Deməli, nədir? 2 dat sapdan istifadə elədik. Sapı 2 dəfə uzun götürdük. Düyün nədir? İynəni hansı ki parçanın tərs tərəfindən üst tərəfinə batırdıq və sapı axıra qədər də çıxartdıq. Sonra iynə səliqə ilə geriyə batırılır. Yəni tərs tərəfə aparılır və hazırlanmış ilməyə salınır. İlmə ehtiyatla dartılır. İlməyə keçirməklə işlək sapın parçada bərkidilməsi. Baxın, sapı bu cür bərkidirik. İynə qabağa tikişinin, iynənin sağdan sola hərəkəti. İynənin sağdan sola hərəkəti. Bax, iynə qabaqdan, sağdan sola. Sağdan sola. Bax, bu istiqamətdir. İstiqaməti göstərirdim, çıxdı. Deməli, sağdan sola hərəkəti ilə yerinə yetirilir. Sap parçanın sağ kənarından bərkidilir. Baxın, sağ kənarından bərkidilir. 5 mm. 5 mm tikiş arası buraxılır. 5 mm tikiş arası buraxılır. Sağ kənarından bərkidilir. 5 mm tikiş arası buraxılır. Yəni, parçanın 5-6 sapı. İynə ikinci dəfə deşik nöqtəsinə salınır. İkinci dəfə deşik nöqtəsinə salınır. Sonra ilmə ilə bir yerdə tərs tərəfə dartılıb çıxarılır. Eyni sayda sap buraxıldıqdan sonra iynə üst tərəfə çıxarılır, ikinci tikiş arası yerinə yetirilir. Deməli, dedik ki, sağdan sola hərəkət eləyir, sağ kənarında bərkidilir. 5 mm tikiş arası buraxılır, yəni 5-6 sap. İynəni hansı ki 5-6 sap buraxdıq, İkinci deşik nöqtəsinə saldıq. Sonra tərs tərəfə dartıb çıxarırıq. Tərs tərəfə dartıb çıxardıqdan sonra sapı buraxıb iynəni düz tərəfə çıxarırıq və ikinci tikiş arasını həyata keçiririk. Tikişlər və tikiş araları eyni uzunluqda edilir. Baxın, iynə qabağa da, baxın məsafələrə hamısında 5 mm. Tikişlər və tikiş araları eyni uzunluqda edilir. Tikişlər də eyni uzunluqdadır. Tikiş araları da eyni uzunluqdadır. Sağdan sola, bəli, bunu bayaqdan deyil, sağdan sola yerləşdirilir. Parçanın tərs tərəfində aparılan eyni uzunluqda tikiş araları üst tikiş aralarının arası ilə gedir. Tərs tərəfində aparılan, hansı ki eyni uzunluqda tikiş araları üst tərəfində olan tikiş aralarının uzunluğu ilə eyni olur. Arası ilə gedir. Dedik, parçanın tərs tərəfində aparılan eyni uzunluqda tikiş araları tərs tərəfə, hansı ki bu arxada qalan bulardır. Tərs tərəfindəki tikiş araları tikiş aralarının üzdəki tikiş aralarının arası ilə gedir. Bəli, yəni bu istiqamətdə. Tikiş arasının uzunluğu müxtəlif ola bilər. Bəli, bax, bunlar müxtəlif də ola bilənlər. Amma eyni olacaqlar, digərlərindən eyni olacaqlar. Uzunluğu müxtəlif ola bilər. Tikişi parçanın saplarının sayı ilə həmçinin çəkilmiş konturlarla yerinə yetirmək olar. Kontur nədir? Xətt çəkmişəm. Bu xəttin üzərindən başlayıram tikişi görməyə. Və yaxud da ki, sapların sayı ilə də eləmək olar. Sapların sayı ilə çətin olur, ən yaxşısı konturla yerinə yetirmək. Bu tikişdə tikiş aralarının uzunluğunu, onların arasındakı məsafəni dəyişməklə, bax, buranın tikiş aralarının uzunluğunu böyük də eləyə bilərik, amma hamında eyni olmalıdır. Tikiş aralarının arasındakı məsafənin uzunluğunu dəyişməklə sıraların sayını çoxaltmaqla
müxtəlif rəngli saplarla yerinə yetirmək yolu ilə müxtəlif sayda ornamentlər yaratmaq olar. Gəlin baxaq. Aralarındakı məsafəni dəyişirik. Sonra sayı çoxaldırıq, azaldırıq. Bax, bu formada. Sonra müxtəlif rəngli saplardan istifadə edirik. Müxtəlif ornamentlər yaradırıq. Gəlin görək, bu nədir? Bəli, bu üsulla aparılan tikiş yığma adlanır. Bax, aralarındakı məsafələri dəyişməklə, sapın belə rəngini dəyişməklə, müxtəlif ornamentlər yaratmaqla biz yığma tikişi yaradırıq. Yığma tikişi. Baxın, buradadır yığma tikişi. Məsafələrini dəyişməklə, uzunluqlarını dəyişməklə yığma tikişi yaradırıq. Burada olan isə divar naxışı tikişidir. Gəlin görək, nədir divar naxışı tikişi. Baxın, ancaq üst tərəfdə işləyib divar naxışında, ancaq üst tərəfdə sadəcə bir sap götürməklə ancaq parçanın üzərində, yəni parçanın arxasına saplar çox da görünmür. İynə qabağa tikişi. İynə qabağa tikişi ilə təkcə kontur üzrə yox, şəkli tam doldurmaqla müxtəlif formalı təsvirlər tikmək olar. Deməli, biz demişdik ki, hansı ki, iynə qabağa tikişində burada deməmişdim. İlmək üsulunda demişdik ki, düyünləmə, bərkidilmək üçün həyata keçiririk. Amma iynə qabağa tikişində isə təkcə kontur üzrə yox, şəkli tam doldurmaqla müxtəlif formalı təsvirlər tikmək olar. Burada demişdik də, hansı ki, müxtəlif konturla. Həm sapların sayı ilə, həm də konturlarla yerinə yetirmək olar. Yəni, düz ancaq tikmirik də, istədiyimiz şəkli doldura da bilirik. İynə qabağa tikişi ilə. İynə qabağa tikişi əvvəlcə bir istiqamətdə gedir, sonra isə tikiş arası boş yerləri doldurmaq üçün əks istiqamətdə yerinə yetirilir. Sonra tikiş araları doldurulmaq üçün əks istiqamətdə və kəsilməz tikiş arası xətt alınır. Bayaqçı necə idi? Bax, boşluqlar var idi. İndi təkrar qayıtmaqla tikiş arası boş yerləri doldurmaq üçün əks istiqamətdə boş yerləri doldururuq və baxın, kəsilməz tikiş alınır. Kəsilməz tikiş xətti alınır. Belə tikiş 2 dəfə iynə qabağa və ya divar naxışı adlanır. Divar naxışı və ya 2 dəfə iynə qabağa. Hansı ki, neyləyirik? Əvvəlcə bir istiqamətdə, sonra geri əks istiqamətdə gəlməklə kəsilməz tikiş arası xətti alırıq. Bu da 2 dəfə iynə qabağa və yaxud da ki, divar naxışı alınır. Gəlin görək, iynə arxası tikiş necədir? İynə arxası tikişi sağdan soladır bu da. Sağdan sola. Sağdan sola. Hansı ki, bayaqları göstərdi. İynə qabağa tikişdədir. Sağdan sola idi, iynə arxasındadır. İynə ilə arxaya tikiş arası edilir. Sonra parçanın tərs üzündən iynə 2 tikiş arası qabağa keçirilir. Baxın, müəllimlər. Deməli, iynəni burada batırdıq. İkinci tikiş arasından çıxartdıq. Daha sonra iynəmizi buradan çıxardandan sonra yenə geri qaydırıq. Burada batırdıq, burada çıxartdıq. Yəni belə. Deməli, iynə arxasına tikişində işin gedişi sağdan soladır. Bəli, sağdan soladır. İynə ilə arxaya tikiş arası edilir. Sonra parçanın tərs üzündən iynə 2 tikiş arası qabağa keçirilir.
Deməli, birinci addım buradandır, ikinci addım, bu da üçüncü addım. Yenə buranı götürsək, birinci addım bura, ikinci addım bura, üçüncü addım bura. Bax, beləncələ bu formada. Geri getməklə, 2 addım irəli getməklə, yəni biz iynə arxası tikişi yerinə yetiririk. Bu tikişdə tikiş araları eyni uzunluqda olmalıdır. Bəli, bunların uzunluğu eyni olmalıdır. Biri balaca, biri böyük olsa səliqəsiz görünəcək. Tikiş aralarını elə yerinə yetirmək olar ki, hər növbəti tikiş digəri bitən nöqtədə başlasın. Bəli, bu tikiş digərinin bitdiyi yerdən, bax, bunun bitdiyi yerdən başlayır geriyə. Baxın, burada da geriyə gedir. Bir addım geriyə. Bizim sapımız həmişə ortada qalır da. Bax, bu sap ortada qalır. İynəni sapdan bir addım irəliyə eləmək ki, salırıq. Aha. Belə tikiş maşın tikişini xatırladır. Bəli, maşın tikişini xatırladır və buna birbaşa tikiş də deyilir. Birbaşa tikiş də deyilir. Deməli, gəlin bunu rəqəmlərlə göstərsək, iynəmizi çıxartdıq ortadan. İynədir. Bir addım geriyə qaydırıq. İynəmizi ortadan çıxartdıq. Bir addım geriyə qayıtdıq və iynəni bir addım irəlidən çıxarırıq. Bizim sapımız hər zaman ortada qalır. Hər zaman ortada. Bunların aralarındakı məsafə eyni olur. Gəlin görək, su tikişi hansıdır? Su tikişi zəif burulmuş sapla və eyni ölçülü tikiş arasıyla, bax, zəif burulmuş sapla eyni ölçülü tikiş arasıyla yerinə yetirilir. Naxış vurma zamanı sapı çox dartmaq lazım deyil. Bəli, çox dartsaq yığılacaq, parça yığılacaq. Bu tikişi, sapı çox dartmaq lazım deyil. Bu tikişi yerinə yetirmək üçün kərgahdan istifadə edilir. Bəli, kərgah, hansı ki, parçanı dartmaq üçün bizə lazım olur. Parça sol əlin baş barmağının üzərində dartılıb naxışlanır. Sol əlin baş barmağının üzərində. Tikiş soldan sağa, soldan sağa, aşağıdan yuxarı, soldan sağa və aşağıdan yuxarı yerinə yetirilir. Hər yeni tikiş arası əvvəlkinin ortasından başlayır. Deməli, hər yeni tikiş əvvəlkinin ortasından başlayır. Nəzarət etmək lazımdır ki, iynə parçadan əvvəlki tikiş arasını yalnız altından və ya həmişə üstündən çıxsın. Deməli, nəyə nəzarət edirik? İynə hardan çıxmalıdır? Parçadan əvvəlki tikiş arasının yalnız altından, yalnız alt hissəsindən və həmişə üstündən keçsin. Bəli, üstündən keçməlidir. Bax, buradan. Altından çıxmalıdır, üstündən keçməlidir. Altından çıxır və üstündən keçir. Bu formada biz su tikişini yerinə yetiririk. Sap iş zamanı mane olmasın deyə onun özülü sol əlin baş barmağı ilə parçaya sıxılır. Deməli, sap iş zamanı mane olmasın deyə sapı nə edirik? Baş barmağımızla sıxırıq, sol əlin baş barmağı ilə sıxırıq və su tikişini davam edir. Mövzumuz bu qədər, müəllimlər. İşin yerinə yetirilməsi də budur. Gəlin, ümumi dərsimizə nəzər salaq, görək nə öyrəndik bu dərsdə. Naxış vurma texnologiyasını öyrəndik. Bu texnologiya üçün bizə parça lazımdır. Hansı parçalar idi? Çobud və nazik parçalar. Batis tül necə parçaydı? Nazik parçaydı. Mahud, qalın kətan, dəri isə çobud parçadır. Bizə hansı alətlər lazım oldu? Bizə lazım olan alətlər iynələrdir, karandaşlardır, qaysıdır, kərgahdır, santimetrli netdir, oymaqdır, saplardır. Sapları da öyrəndik ki, hansı saplardan istifadə edəcəyik? Saplarımız kətan idi, pambıq idi, yun idi, ipək sapları idi. Deməli, naxış vurma nə idi? Dekorativ tətbiqi sənəti idi. Bəs nə ilə naxış salınırdı? Əllə naxış vurma maşınının köməyi ilə. Hansı parçalara? Dəriyə, keçəyə və müxtəlif parçalara.
Ümumiyyətlə, naxışvurma nə idi? Naxışvurma geyimin, məişət əşyalarının, panoların bəzədilməsində istifadə olunurdu. Panoda parça qırığı idi. Öyrəndik ilmə üsulunu. İlmə üsulu necə idi? Bərkidilmə üsuludur. Hansı ki, biz sapı 2 dəfə uzun götürürük. Uclarını düyünləyirik tərs tərəfdən, üst tərəfə batırırıq. İlmə istisna olmaqla sapı axıra qədər çıxartdıq və sonra iynəni geriyə taxırıq. Tərs tərəfə, hansı ki, geriyə tərs tərəfə aparırıq və ilməyə salırıq. Və ilmə ehtiyatla dartılır. Şəklimiz də buradadır. İlməyə keçirməklə işlək sapın parçada bərkidilməsi. Sonra öyrəndik ki, iynə qabağa tikişi. İynə qabağa tikişində sağdan sola hərəkət elədik. 5 mm tikiş araları olur. 5 mm buraxılır. Biz onları dəyişə də bilirik, amma eyni uzunluqda. 3 mm məsələn qoya bilirik, 6 mm qoya bilirik, müxtəlif uzunluqda tikiş araları qoya bilirik. Müxtəlif uzunluqda qoya bilirik. Eyni uzunluqda da ola bilir. Ola bilir, yox, eyni uzunluqda olmalıdır. Sağdan sola aparılır. Deməli, gedişat necədir? Belə, ilməni tərs tərəfdən çıxarırıq. Eyni sayda sap buraxdıqdan sonra iynəni sapın üzünə çıxarırıq və ikinci tikiş arasını yerinə yetiririk. Dedik ki, tikişlər və tikiş araları eyni uzunluqda olur. Sonra biz onu kontur üzrə də eləyə bilirik, sapların sayı ilə də eləyə bilirik. Əgər tikiş aralarındakı uzunluqları dəyişsək, arasındakı məsafəni dəyişsək, sıraların sayını çoxaltsaq, müxtəlif rəngli saplardan istifadə etsək, yəni ornamentli, yeni ornamentli, müxtəlif sayda ornamentlər yaratsaq, nə olacaq? Bu yığma adlanacaq. Baxın, burada gördüyümüz, bu A şəklində gördüyümüz yığma adlanacaq. Yığma yaranacaq. Daha sonra iynə qabağa tikişi dedik, təkcə kontur üzrə aparılmır. Hansı ki, şəklin daxili də doldurulur. Baxın, daxili doldurulub burada. Bəs bu necə həyata keçirilir? Hansı ki, iynə qabağa tikişi daxili doldurmaq. Əvvəlcə bir istiqamətdə, sonra geriyə qayıtmaqla, baxın, geriyə qayıtmaqla tikiş arası xət yaradırıq və buna eyni zamanda 2 dəfə iynə qabağa da deyilir, divar naxışda deyilir. Divar naxışda deyilir. İynə arxasını öyrəndik. İynə arxası necə oldu müəllimlər? Gedişin sağdan sola hansı ki aparılır. Elə bil ki, iynə ilə arxaya tikiş arası eləyirik də, baxın. Geriyə gəlirik, arxaya və irəliyə. Sap ortada qalmaq şərti ilə. Parçanın üst tərəfində iynə 2 tikiş arası qabağa keçirilir. Bəli, 1, 2-ci qabağa keçirildi. Bu formada davam edirik. Tikiş araları mütləq eyni uzunluqda olmalıdır. Birinin bitdiyi yerdə digəri başlamalıdır. Buna birbaşa tikiş deyilir. Birinin bitdiyi yerdə digərinin başlaması. Su tikişini öyrəndik. Hansı ki, zəif vurulmuş olur, eyni ölçülü olur tikiş araları. Çox dartmırıq. Kərgahdan istifadə edirik. Sonra sol əlimizin baş barmağından hansı ki, istifadə edirik. Sapı sıxmaqla parçaya sıxırıq. Daha sonra dedik ki, hər yeni tikiş əvvəlkinin ortasından başlayır. Parçadan əvvəlki tikiş arasını yalnız altından və ya həmişə üstündən, parçanın altından və üstündən keçirir. Həmişə üstündən çıxmalıdır. Altından keçib üstündən çıxmalıdır. Bu qədər.